Quran-ı Kərimdə Nəcm surəsinin 29-cu 30-cu ayəsində Allah buyurur: Fəəriz ən mən təvəlla ən zikrinə və ləm yurid illəl həyatət dünya zəlikə məbləğuhum minəl ilmi İnnə rəbbəkə huvə aləmu bimən zəllə ən səbilihi və huvə aləmu bimən ihtəda. Quran deyir ki, sən də bizim zikrimizdən üz döndərib, dünya həyatından başqa bir şey istəməyənlərdən üz çevir. Onların bilik səviyyəsi budur. Allah onun yolundan azanı, doğru yolla gedəni də yaxşı tanıyır. Həzrət Peyğəmbər əleyhissalamdan soruşurlar: nə üçün dünya bu cür adlanır? Həzrət buyurdu: çünki dünya alçaqdır və dərəcə baxımından da aşağı səviyyədə yaradılıb. Əgər axirətlə bərabər səviyyədə yaradılsaydı, axirətin əhalisi əbədi olduğu kimi, onun da əhalisi əbəd olardı. Sonra soruşurlar: bəs axirət nə üçün axirət adlandırılıb? Peyğəmbər əleyhissalam buyurur: çünki dünyadan sonraki həyatdır. Dünya həyatı bitdikdən sonra axirət həyatı başlayır. Hədislərdə var, İmam Muhammed Baqir əleyhissalam deyir ki, Niməl əvnud dünya aləl axirə. Dünya axirət əldə etmək üçün ən yaxşı köməkçidir. Əleyhissalam deyir ki, dünya malından ehtiyacın olduğundan artıq heç nə axtarma və sənə kifayət edəndən heç nə istəmə. Məzəmmət olunmuş dünyanın xüsusiyyətləri budur ki, Əleyhissalam deyir, dünya ziyan bazarıdır. Dünya pislik, mədəni aldatma məkanıdır. Dünya şər və pisliyin əkinidir. Ey dünya, məndən uzaq ol. Sənin ipini belinə atmışam, Əleyhissalam deyir. Mənası budur ki, səni azad buraxmışam. Mən sənin caynaqlarından xilas olmuşam. Sənin tələlərindən qaçıb uçurumlarından uzaqlaşmışam. Sizi dünyadan çəkindirirəm. Çünki dünya şirin təravətli və nəfsi istəklərin mühasirəsindədir. Dünya bivəfadır, məkirlidir.